Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu 2 xarici yük gəmisinə dron hücumları həyata keçirilir. Nəticədə 5 Azərbaycan vətəndaşı həlak olub, yaralılar var. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verildi. Məlumatda bildirilir ki, bugün gecə saatlarında heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu 2 yük gəmisinə dron hücumları həyata keçirilib. Həmin yük gəmiləri Azərbaycana aid deyil, xarici yük gəmiləridir. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriblər. Hal-hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətlə saxlanılır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir. Yaralıların tezliklə şəfa tapmasını arzulayırıq deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Qeyd edək ki, 5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taganrog körfəzində Natra və Zirkon yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.